Kapı yandı, uzanıp şöyle dolup tüstüye Hanımın diğer kuşası kaldı poştu derde Möhsünün katilini kim haber alsa diyerem Lanet olsun evvel kapıyı açan namerde Fizzə deyir istedim kapıyı divardan ayıram Gördüm Zəhra da gəlir Qoy deyim oldu nələr Zülfünü huray oldu Dedi Əli Gəl özün gör xanım Fatiməni nə halə qalıb O bətuli ki peyğəmbərdən əmanətdir ağa Möhsünə Fatihə de Fatimənin fikrinə qal Toxunub sinəsi mismarə cərahətdir ağa Utanır Fatimə gördüm çağırada desəni Yenə bu hal ilə səndən bu xəcalətdir ağa Gedibdi Fatimə əldən Əli devam eləmir Deyir bu ömrümü Allah niyə tamam eləmir Zəhra, Zəhra, Zəhra Səndən sonra daha mən ara gedərəm Zəhra O düşmənlər qədir xumdan hesapları var idi məndən Səni məndən aldılar Zəhra Əli başqalarının yanında belə uca səslə ağlayanmazdı Kişinin ürəyində hər nə əndazə qüssəsi ola, məlali ola Başqalarının yanında özünü sındırıb ağlamaz Amma xanım Zeynəb deyir gördüm nənəmin bəslərin kənarında Babam özün saxlayanmədi Elə ucadan ağladı Zəhra Heydərəm Dərdi fəraqində qocallam Zəhra Sensiz alemdə yaman günlərə qallam Zəhra Mən dedim Möhsünə tazə beşik allam Zəhra Alaram ta gönlün şad ola Zəhra Verərəm Zeynəbə saxlar əsqər balama Zəhra Mənim nənəm hayalidir Mədinənin maralidir Yavaş qoyun məzarinə Qolu sınıb yaralidir Yavaş qoyun məzarinə Qolu sınıb yaralidir